ikinci çakra, deməli sakral çakra. Rəngi narıncı rəngdir. Deməli biz bu bu çakranın tənəffüs məşqini işləyəndə biz burada dairəvi nəfəs işləməliyik. Yəni burundan nəfəsi alırsınız, ağzı şişirdirsiniz və nəfəsi ağızdan üfürürsünüz. Elə. Bəli, burundan nəfəs aldım. Bu şəkildə. Yəni bu çakranın nəfəsini işlədikdə göbəkdən aşağı hissə narıncı rəngi həmin hissədə gözümün önünə gətirirəm. Təsəvvür eləyirəm ki, həmin hissədə narıncı rəng, yəni çakranın rəngi və orada narıncı rəngin içində ağ işıq yanır. Onu təsəvvür eləyərək burundan nəfəs alıram, yanaqları şişirtdim, üfürərək nəfəsi verdim. Daha rahatdır elə bil. Rahat şəkildə. Bu nəfəsi də yenə 5-10 dəqiqə ərzində yerinə yetirə bilərsiniz. Eləmək olar. Bəli. Yəni başlayanlar üçün, başlayanlar da həmin. Başlayanlar məsəl üçün bu başlayanlar, ilkin başlayanlar üçün 5 dəqiqə. Eləyirlər. Çox eləməsinlər. 5 dəqiqə. Bizə 3 dəqiqədən də başlamaq olar. 3, 5, 7, 10 dəqiqə olur. 3 dəqiqədən də başlaya bilər. 3 dəqiqə ilə bədəni birinci öyrəşdirirlər. Sonra yavaş-yavaş dəqiqələr artıra bilərik. Yəni bu nə üçündür? Bu ikinci çakranın blokda olmağı üçündür. Yəni blok ikinci çakra elə bir ki blokdadırsa, biz sırf ona uyğun bu nəfəsi işləyə bilərik. Yəni en qədər nəfəslər var. Yəni sadəcə sadələrini deyirəm. Bir var hərəkətlə olan nəfəslər, bir də var ki, hərəkətsiz şəkildə istifadə elədiyimiz məsələn nəfəs texnikaları. Biz bu çakranın nəfəsini yerinə yetirdikdə, bu bizdə həm cinsəlliyi artırır, emosiyanı artırır və yaradıcılığı artırır. Yəni bu bloklamanı aradan qaldırır və hər bir nəfəs, hər bir çakra üçün olunan nəfəslər, oradakı deməli bloklama var. Bloklamanı götürdükdən sonra orqanizmdə insan onu işlədikcə özü hiss eləyəcək ki, onda hansı proseslər gedir.